Salam əziz müsəlmanlar, qarşıdan gələn Novruz bayramınızı da təbrik edirəm. Allah sizə uzun ömür, can sağlığı versin. Bugünkü mövzumuz Səlatül Vüstə. Bəqərə surəsinin 238-ci ayəsində keçən Səlatül Vüstə Quranda nə mənaya gəlir? Öncəliklə səlatın məzmununu sizin nəzərinizə çatdırmaq istəyirik ki, səlat nədir? Bunu iki ayə bizə açıqlayır. Bunun biri Ənkabut surəsinin 45-ci ayəsidir. Mərhəmətli və rəhimli olan Allahın adı ilə qovulmuş şeytanı Allah'a sığınan. Kitabdan sənə vəhy olunanı oxuyub səlatı iqamə et. Baxın nə deyir? Kitabdan sənə vəhy ediləni oxuyub səlatı iqamə et. Demək, kitabı oxumaq səlatı yerinə yetirməkdir. Yəni səlat kitabı oxumaqdır. Kitabı niyə oxuyursan? Öyrənmək üçün. Həqiqətən səlat fuhuşdan və münkərdən çəkindirər. Fuhuş Quranda ümumi keçir. Fahişəlik, yəni Quranda keçir. Pislik olaraq, çirkinlik olaraq, pislik olaraq keçir. Araf surəsinə baxsanız, o demək 20-ci 30-cu ayələrə Allah nə etdiklərinizdən Allahı yada salmaq isə, Allahın zikri isə ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. Yəni Rəbbimiz deyir ki, bu zikir böyükdür. Bu zikir nədir? Zikir Quran-ı Kərimin özüdür. Yəni səlatı iqamə eləmək Quranı öyrənməkdir. Eyni ilə bunu dəstəkləyən bir ayədə var ki, o Müzəmmil surəsinin 20-ci ayəsidir. Onu da nəzərinizə çatdırmaq istəyirəm. Həqiqətən Rəbbim bilir ki, sən və sənin olan bir qism gecənin 3/2-sinə yaxın qismini, yarısını, 3/1-ni biri üçün durursunuz. Gecə və gündüzü Allah ölçü müəyyənləşdirir. O sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi bildiyi üçün tövbələrinizi qəbul etdi. Elə isə Qurandan asan gələni oxuyun. O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən əldə etmək məqsədi ilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz Allah yolunda vuruşacaqdır. Buna görə Qurandan sizə asan olanı oxuyun, səlatı iqamə edin, zəkatı ödəyin. Yəni səlatı iqamə eləmək Quranı oxumaqdır. Təbii, burada məsəl üçün Araf 170-ə də baxa bilərsiniz. Yəni ümumilikdə mövzu, bunu diqqətinizə çatdırmaq istəyirdim ki, demək, Quranı öyrənmək, yəni vəhini, sənə vəhy edilənləri öyrənmək, səlatı iqamə etməkdir. Bəqərə surəsinin 238-də səlatlar və Səlatül Vüstə keçir ki, burada səlatlar ərəb dil bilgilərinin məlumatına əsaslansaq, həm səlatun feil və həm də isim formasını o səlatlar sözü, səlavat sözü özündə cəm etməkdədir. Səlatül Vüstəni də başa düşməkdən ötəri səlatlara, orta səlata, Səlatül Vüstəyə və Allah üçün mütülükdə durun, tərcümədə belə deyir. Əgər qorxsanız ayaq üstə və ya minik üzərində səlatı iqamə eləyin. Təhlükə sovuşduqda isə Allah sizə bilmədiklərinizi necə öyrədibsə o cür yad edin. Və biz bunu başa düşməkdə ötürü Əhzab surəsində də bir ayə keçir ki, iki ayə keçir daha doğrusu. Əhzab surəsinin 43-cü ayə, sizi zülmətlərdən nura çıxarmaq üçün sizə səlat edən odur. Onun mələkləri də səlat eləyir. Allah möminlərə qarşı rəhimlidir. Bax, həmin bu səlat nədirsə, Allahdan, mələklərdən, möminləri zülmətlərdən demək, nura çıxarmaq üçün səlat eləyir. Burada onun feil forması keçir səlatın. Eyni ilə bir ayədə demək, elə həmin surənin Əhzab surəsinin 56-sıdır. Qovulmuş şeytandan Allah'a sığındım. Həqiqətən də Allah və onun mələkləri Nəbiyə səlat edirlər. Ey iman gətirən, siz də ona səlat edin. Kamil bir səlamla onu səlamlayın. İndi burada möminlərə də və Peyğəmbərə də, Nəbiyə də, Rəsula da edilən o
Səlat nədir? Burada səlatın feil forması keçir. Həm mələklərə aiddir, bu təbii dilçilik məlumatıdır. Həm Allah onu özünə aid edir. Biz bunu da tam başa düşməkdən ötəri Bəqərə surəsi, daha doğrusu Qiyamət surəsinin demək ki 18-ci ayəsinə kimi baxmalıyıq, 18-ci ayəsinə baxmalıyıq. Daha doğrusu oxuyum 16-dan. Onu tələm-tələsik yadda saxlama. Bu Nəbiyə istinad edilir. Onu tələm-tələsik yadda saxlama. Tələm-tələsik yadda saxlamaq üçün dilini tərk etmə. Şübhəsiz ki, onun qərar tutması, onun oxunması bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra onu bəyan etmək də sözsüz ki, bizə aiddir. Bu ayələri cəm elib bir araya çıxardanda burada söhbət ondan gedir ki, burada Allah və vəhiy mələkləri Nəbini, Rəsulu təlim edirlər. Yəni, Allah və mələkləri Rəsula səlat eləməkdədirlər. Nədir bu səlat? Allah və mələkləri tərəfindən Rəsulun öyrədilməsidir. Səlatul Vüstə eyni zamanda Hud surəsinə də biz baxsaq 87-sinə orada Şüeybin demək ki, öz toplumunu səlata demək ki, dəvət etməsi 87-yə baxsaq o Səlatul Vüstə öyrətməkdir. Səlat öyrənməkdir. Bu ayəni oxuyub qovulmuş şeytan Allahsına. Onlar dedilər, ey Şüeyb, atalarımızın ibadət etdikləri, yaxud da mallarımızdan istədiyimiz kimi istifadə etməyimizdən vaz keçməyimizi sənə səlatın mı əmr edir? Doğrudan da sən yumşaq xasiyyətlisən, ağıllısan. Demək ki, burada Şüeybə bir səlat var ki, müşriklər də onu bilir və o səlatı qəsd eləyərək nəsə irad bildirirlər. Səlatul Vüstə insanları öyrətməkdir. Necə Allah və mələkləri Rəsulu, Nəbini öyrədibsə, Rəsul necə insanlara Allahın ona endirdiyini təbliğ eləyib öyrədibsə, bax o Rəsulun öyrətdiyi, təbliğ edərək öyrətdiyi Səlatul Vüstədir. Yəni Səlatul Vüstə vəhini təbliğ eləməkdir. Necə? Vəhiydən öyrəndikləri insanlara öyrətmək, insanlara çatdırmaq, insanlara vəhini öyrətməkdir. Necə ki, Allah və mələkləri Rəsulu öyrədib, möminləri öyrədib, Allah və mələkləri möminləri necə öyrədib? Belə öyrədib ki, Allah və mələkləri Rəsul və Nəbini öyrədib, Rəsul və Nəbiyə öyrədilənləri də Rəsul və Nəbi möminləri öyrətmişdir. Yəni, Səlatul Vüstə vəhinin insanlara öyrədilməsi. Vəhinin insanlara öyrədilməsi də bəlağət, yəni təbliğ eləməkdir, çatdırmaq, yəni təbliğ, bəlağət, çatdırmaq kökündən olan bir şeydir. Sən nəyi çatdırırsan, öyrəndiyi. Səlat isə isim halında keçən Nur surəsinin 58-ci ayəsinə əsasən İşa və Fəcr demək keçir ki, yəni iki vaxtda demək Fəcr və İşa vaxtı Quran-ı Kərimin hal-hazırda tilavət edilməsi, yəni oxunaraq öyrənilməsi həyata keçirilir ki, bu səlatın isim halında keçdiyi yerlərdir. Yəni iki dəfədir. Yəni öyrənmək üçün Allah Quranda demək ki, iki vaxt müəyyən edilib. Fəcr və İşa. Nur surəsi 58-ci aya baxa bilərsiniz. İsra surəsi 78-ə baxa bilərsiniz. Salatın məzmunu ilə bağlı Ənkabut surəsi 45-ə, Müzəmmil 20-yə, eləcə də İsra'nın 78-nə baxa bilərsiniz ki, Quranı öyrənməkdir. Yəni Allah Fəcr və İşa vaxtında Quranı, vəhini öyrənməyə əmr etmişdir. Burada səlat isim halında keçir. Eyni zamanda öyrəndiklərimizi də öyrətməyimiz, təbliğ etməyimiz, təbliğ edərək öyrətməyimiz isə o orta namaz olaraq el arasında deyilən Səlat-ı Vüstədir. Rəbbimiz olan Allah hamımızın günahlarını bağışlasın, günümüzü, günlərimizi xeyirli, uğurlu etsin. Bütün mömin bacı qardaşlarımın, bütün bizi izləyən insanların Novruz bayramını təbrik edirəm. Allaha əmanət olun. Allah sizə demək, xeyir, bərəkət nəsib eləsin. Həmd
aləmlərin Rəbbi Allaha məxsusdur.